Tıxacılar və nəqliyyat sıxlığında vaxt keçirmək istəməyən, rahatlıq və əyləncəni bir arada yaşamaq istəyənlər velosiped və skuterlara üst tuturlar. Sevindirici haldır ki, bu istifadəçilərin sayı hər ötən gün artmaqdadır. Son illər paytaxtda mikromobillik anlayışı daha tez-tez eşidilir. Bu isə qısa məsafələr üçün nəzərdə tutulan, əsasən skuter və velosiped kimi yüngül nəqliyyat vasitələrindən istifadəni əhatə edir. Elə müsahibimiz Kamran da bir neçə ildir ki, bu alternativə üstünlük verənlərdəndir. Deyir ki, günün ən problemli saatlarında belə yolda vaxt itirmir. Ümumiyyətlə, mənim üçün bu əyləncə vasitəsi yox, məhz nəqliyyat vasitəsidir və ən sürətli nəqliyyat vasitəsidir. Yəni, nəzərə alsaq ki, bəzi yerlərdə, məsələn, Koroğlu metro stansiyasından mən gedirəm hər dəfə, hardasa Tibb Universitet tərəfə, Dövlət İmtahan Mərkəzi tərəfə. Ora yolum hardasa 28 dəqiqə tutur. Yəni, elə bir nəqliyyat vasitəsi yoxdur ki, bu dəqiqə hal-hazırda ki, o vaxt ərzində Koroğludan Dövlət İmtahan Mərkəzinə qədər gəlib çatdırsın. Elə müsahibimin timsalında bir çoxları üçün artıq bu nəqliyyat vasitəsi rahatlıqla yanaşı həm də vərdişə çevrilib. Bəs digər istifadəçilər vəziyyəti necə qiymətləndirir? Velosiped və ya skuter kimi nəqliyyat vasitələrindən istifadə edirsiniz? Velosipeddən əsasən uzun yollarda istifadə edirəm, velosiped və skuterlardan. Beləsinə yolum yaxın olanda falan yox, piyada istifadə edirəm. Ehtiyacım olduqda. Məncə skuterların da sayı artmalıdır. Siz hansını istifadə edirsiniz ən çox? Mən ən çox velosiped istifadə edirəm. Özəlliklə də son dövrlərdə ayrıca velosiped zolaqlarının ayrılması da bizim üçün üstünlük olub, bəli. Ekspertlər isə hesab edir ki, bütün inkişaf etmiş şəhərlərdə mikromobillik tıxac probleminin həllində effektiv vasitələrdən biri hesab olunur. Statistik rəqəmlər də diqqət çəkir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, bu ilin ilk 3 ay ərzində paytaxt üzrə ümumilikdə 676 mindən çox mikromobil vasitə sifariş olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. Bu nəqliyyat növündən istifadə edənlərin ümumi sayı da 1,5 dəfə artaraq 344 min nəfəri keçib. Xüsusilə velosipedlərin sifarişində nəzərə çarpacaq dərəcədə artım qeydə alınıb. Belə ki, ötən ilin ilk rübündə velosiped 49.082 dəfə sifariş olunduğu halda bu ilin müvafiq dövründə 188.847 dəfə sifariş olunub, bu da 4 dəfə çoxdur. Eyni zamanda velosipeddən istifadə edənlərin sayı da 4 dəfə artaraq 86.445 nəfər təşkil edib. Bu ilin 3 ayında 1.345.000 kilometrdən yol qət edilib. Bu ötən ilə müqayisədə 1,4 dəfə çoxdur. İndi verdiyimiz sifariş aprel ayının hesabatında görünəcək. Təbii ki, bunlar şirkətlərə məxsus skuter və velosiped sürənlərin statistikasıdır. Lakin bununla yanaşı şəxsi vasitə hesabına skuter və velosiped icarəyə götürənlər də vardır ki, onların statistikasını aparmaq mümkün deyil.